İnana bilirsiniz, məktəbə silahla girmək bu qədər asandır və biz hələ də susuruq. Türkiyədə məktəbdə baş verən silahlı hücumu görmüsünüz? İnanmaq çətindir. Amma reallıq budur. Bir uşaq silah əldə edir, məktəbə daxil olur və hamının təhlükəsiz hesab etdiyi bir məkanda qorxu yaradır. İlkin faktlara görə hücumu törədən 8-ci sinif şagirdi olub. Açılan atəş nəticəsində bir müəllim və 8 şagird həyatını itirib. Yaralıların müalicəsi isə hələ də davam edir. Məktəb uşaqların gələcəyinin qurulduğu yer olmalıdır. Amma bugün məktəb bizim valideynlərin övladını qorxaraq yola saldığı bir məkana çevrilir. Sual çox sadədir. Bir uşaq silahı bu qədər rahat necə əldə edə və daha təhlükəlisi necə olur ki, o silahla məktəbə daxil ola bilir? Bu mənzərə bizə yad deyil. Hələ çox uzağa getməyə də ehtiyac yoxdur. 2026-cı il 6 fevralda Bakıda İdrak liseyində baş verən hadisə hamının yadındadır. 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə müəllimini güllələdi. Müəllim ağır yaralandı. Daha böyük və unudulmaması gərəkən bir faciə isə 2009-cu il 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktıdır. Silahlı hücum nəticəsində 12 nəfər həyatını itirdi. Universitet elm və inkişaf məkanı bir anda qanlı səhnəyə çevrildi. Bu iki hadisə arasında illər var, amma ortaq nöqtə dəyişmir. Təhsil ocaqları təhlükədən tam sığortalanmayıb. Bugün Türkiyədə, dünən Azərbaycanda, sabah harada? Əgər bir yeniyetmə evdəki silahı götürüb məktəbə gedə bilirsə, bu artıq təkcə ailənin məsuliyyəti deyil. Bu nəzarət sisteminin zəifliyidir. Bu, sosial mühitin çatışmamazlığıdır. Bu, psixoloji problemlərin vaxtında görülməməsidir. Bu, heç nə olmaz deyə böyüdülən laqeydliyin nəticəsidir. Ən qorxulusu isə budur. Bu cür hadisələr baş verir, səs-küy yaranır, sonra hər şey unudulur. Növbəti faciəyə qədər. Məktəblərdə təhlükəsizlik sadəcə formal qayda olmamalıdır. Real nəzarət, ciddi yoxlamalar, psixoloji dəstək sistemi və silah dövriyyəsinə nəzarət gücləndirilməlidir. Çünki artıq məsələ təkcə təhsil deyil, məsələ həyatdır. Bugün bir sual hamının qarşısında dayanır. Biz hələ nə qədər belə hadisələrdən sonra tədbir görəcəyik?